Heç Çinlilər özləri bu avtomobilləri sürmür deyənlər üçün, bəs Çinlilər hansı avtomobilləri sürür? Part 2 hazırda Pekindəyik. Gəlin baxaq görək Çinlilər hansı avtomobilləri sürürlərsə. Şanxaydan fərqli olaraq Pekində bir qədər vəziyyət fərqlidir. Çünki paytaxt olduğu üçün burada Çinin müxtəlif şəhərlərindən insan axını olur və təbii ki, həmin şəhərlərdə istehsal edilən maşınlar da axın etmiş olur. Bu ölkəni özümüz kimi düşünməyək, çünki hər şəhəri ayrı bir ölkə kimidir. Amma yenə də üstünlüyün təbii ki, öz markalarına olduğunu görmək olur. Bir çox insan Azərbaycanda olan modelləri heç Çinlilər bu maşınları tanımır desə də, Pekində biz bu avtomobillərin hər birini küçələrdə görürük. Birinci növbədə deyərdim ki, Şanxayda olduğu kimi bu şəhərdə də həddindən artıq çox niyə avtomobilləri gözə çarpar. Çünki 2-3 dəqiqəyə batareya dəyişmək üçün stansiyaları varsa, belə də olmalıdır. Gündəlik isə çoxluqla BYD-nin istənilən modellərini sürürlər. Həm taksidə, həm gündəlik sürüşdə, həm də premium olaraq. Bir o qədər də Teslalar gözə çarpır. Ən sevdikləri premium avtomobilləri isə Xiaomi-nin Su7, Yu7, həmçinin Zeekr 9X və Lisyang modelləri gözə çarpırdı. Amma minivan kimi Denza, Voya, Xpeng və Zeekrlardan da istifadə edilir. Qlobal markalara gəldikdə isə Şanxayda olduğu kimi eynən Alman, Amerikan və Yapon markalarına üstünlük çoxdur. Toyota, Nissan, Mercedes, BMW, hətta Lincoln və Cadillac'ın müxtəlif avtomobillərini görmək olur. Maraqlı bir məsələ isə bəzən eşidirik ki, 20 il sonra bu maşınları tapa biləcəyimi deyimidir. Çətin ki tapa bilək, çünki heç özləri 20 il sürməyi düşünmür. Şəhərdə köhnə Çin maşınları qətiyyən gözə çarpmır. Qalmışdı ki Azərbaycanda. Dövr də, tələb də sürətlə dəyişir, ona görə də avtomobillər də mütləq ki yenilənir. Çox nadir hallarda isə ara küçələrdə yatan köhnə Çin avtomobillərini görmək olur, o da çürüməyi gözləyir. Belə də ki, maşın seçərkən öz tələblərinizi nəzərə alıb özünüzə uyğunlaşdırıb baxıb seçməlisiniz. İstər Çin, istər qlobal.